Kaş bilseydik biz hemen gecəni yatmazdıq heç. İndiyə qədər mən şəxsən özümə bağışlaya bilmirəm ki, niyə Hacının o statusunu gördün, soruşmadın ondan ki, necəsən. Hərdən adam qəbrinin yanına gedəndə istəyirsən deyəsən ki, axı dur ayağa da. Nə gözəl dost idi o, nə gözəl ata idi o, nə gözəl qardaş idi o, nə gözəl ruhani idi o. Deyirəm, Hacıcan, qarşıdan Ramazan ayı gəlir, bilmirik sənsi necə gələcək. Hacıcan, bilirik duaların bizdədir, bilirik sən bizi unutmamısan. Bir dəyərli ruhanimizdir, Seyiddir, yuxuda görüb, bir gördüm ziyarətgahdadır, hərəmdədir. Başını salıb aşağı, ağlayır. Soruşdum ondan ki, nə qədər öpdüm mübarək başından, ki başın qaldırsın, görüm niyə ağlayır. Soruşdum ondan, gözünün yaşı gördüm, axır üzünə, dedim, niyə ağlayırsan hacı? Dedi ki, sizin üçün narahatım. Kaşmir'de gelen koymaram öyle.